Real Madrid kimi transfer edəcək və kimlə sağollaşacaq? Hələ də bu barədə suallar verilir və bugünə iyunun 29-una olan məlumat belədir ki, Real Madrid Alvaro Carreras transferi üzərində işləməyə davam edir. Klublar arası dünya çempionatı başa çatandan sonra Real Madrid Carrerasla bağlı rəsmi təklif göndərməyə hazırlaşır. Bu barədə dəfələrlə demişəm, Benfica onun müqaviləsində olan 50 milyon avro məbləği bəndinin yerinə yetirilməsini tələb edir. Real Madrid isə 50 milyon yox, daha az məbləğ ödəməyə hazırdır, təqribən 30-40 milyon aralığında və bu baxımdan hələ də tərəflər arasında razılıq əldə olunmayıb. Bəs hansı futbolçular Real Madriddən gedə bilər? İlk növbədə Rodrigo və Dani Ceballos diqqət mərkəzinə düşür. Çünki Rodrigo Alonsonun rəhbərliyi ilə meydana çıxdığı qarşılaşmalarda gəlin razılaşaq ki, inamlı çıxışla yadda qalmadı. Dani Ceballosa gəldikdə 1-2 oyun bu futbolçu yaxşı təsir bağışlaya bilər, amma 4-5 oyun meydanda olsa belə sanki görünməzlik libası geyinmiş təsəvvürü yarada bilər. Ona görə də mən belə düşünürəm ki, Dani Ceballosla mütləq yollar ayrılmalıdır. Dani Ceballosun yerinə isə daha kreativ bir yarım müdafiəçi, daha stabil olaraq çıxış etməyi bacaran bir oyuncunu heyətə qatmaq lazımdır. Və Real Madriddən getməyə daha bir namizəd Rodrigo'dan danışaq. Rodrigo Arsenal, Manchester City və deyilənə görə Chelsea'nin diqqət mərkəzindədir. Amma hələ də bu klublar rəsmi olaraq Real Madridlə əlaqə saxlamayıblar. Ümumilikdə Rodrigo'nun, yenə deyirəm, əgər Alonsonun rəhbərliyi ilə çıxışı barədə danışsaq, şəxsən mən razı qalmadım. Əgər sizin fikriniz fərqlidirsə, ümumilikdə Rodrigo ilə bağlı nə düşünürsünüzsə, yenə də fikirlərinizi rəy bölməsində yazın və gəlin Real Madriddən kimlər gedə bilər və kimlər gələ bilər Real Madridə mövzusu ilə bağlı şərh bölməsində sizinlə söhbət edək. Videoya like qoyun, ətrafınızda olan madridistalarla paylaşın və sonuna qədər Ala Madrid.